Günorta aldığımız yuxu fasilələri sağlamlıq üçün faydalı hesab olunur. Tarix boyu müxtəlif ölkələrdə günorta saatlarında istirahət vərdişi formalaşıb və bu ənənə bu gün də davam edir. Əslində günorta yuxusu birbaşa ömrü uzatmaq haqqında heç bir məlumat yoxdur, amma dolayı yolla ömrün uzanmasına kömək edirmi? Təbii ki edir. Çünki günorta yuxusu hormonal balansın tənzimlənməsində, insanın yorğunluğunun azalmasında, kortizol səviyyəsinin aşağı düşməsində böyük rol oynayır. Bir məqamı unutmayaq ki, günorta yuxusunun müddəti çox önəmlidir. Əgər bu gün ərzində tutaq ki, gecə yuxusu narahat olubsa birisinin 10 dəqiqədən yarım saata qədər olacaqsa, bu gecə yuxusuzluğunun bərpa olunmasına, yəni ki, yuxusuzluq periodundakı yorğunluğun getməsinə və eyni zamanda da diqqətin fokuslanmasına və şəxsin özünü yaxşı hiss etməsinə səbəb olur. Amma hər gün 1 saatdan artıq günorta yuxusu əksinə ürək-damar problemlərinə və şəkərə meyilliyi mütləq ki və paralelində metabolik problemlərə gətirib çıxardacaq. Mütəxəssislər bildirir ki, günorta saatlarında qısa yuxu diqqəti artırır və iş qabiliyyətini yaxşılaşdırır. Günorta yuxusu ömrü uzadır demək elmi cəhətdən doğru deyil. Amma ömrü uzadan faktorları yaxşılaşdırır deyə bilərik biz bunları. Bunlar nədir ki, ümumiyyətlə Avropa Kardiologiya Cəmiyyətinin apardığı çox böyük bir araşdırmada bəlli olub ki, günorta yuxusu yatan insanlar digər insanlara müqayisədə ürək-qan damar sistemi xəstəliklərindən daha az əziyyət çəkirlər. Yaddaş üzərinə ciddi şəkildə faydası var. Yatarkən hipokampusdakı olan məlumatlar neokorteksə ötürülür ki, yatdığımız zaman bu da qalıcı bir yaddaş formalaşdırır bizdə. Ona görə günorta yuxusu bunun üçün çox vacibdir. Gündəlik ritmə uyğunlaşmağı, sağlam böyümək üçün uşaqların da günorta yuxusunu almağı məsləhətdir. Günorta yuxusu onların zehnini sakitləşdirir və günün qalan hissəsinə daha enerjili davam etmələrinə imkan verir. Bəzi valideynlər bağça yaşında uşaqların günortalar yatmağını istəmirlər. Nəyə görə? Çünki düşünürlər ki, gecə daha rahat yatacaq. Düzgün qurulmuş rejim və günorta yuxusunun olması uşağın əslində hiperaktivliyi ilə də mübarizə aparmağına, daha sakit olmasına və diqqətinin, yaddaşının daha yaxşı formalaşmasına kömək eləyir. Həkimlərdə eşitdiyimə görə mümkün qədər günorta yatmaq xeyirdir. 1 saat yatmaq bəs eləyir. Günorta yuxusu məncə ömrü uzada bilər, yəni əsəbləri sakitləşdirir, stressi azaldır, biraz yorğunluğu alırsan. Günorta yuxusu 2 saatdan çox olmamaq şərti ilə əlbəttə çox xeyirlidir. Yəni tibbi cəhətdən də, elmi cəhətdən hər bir tərəfli xeyirlidir. Əsas körpələrin inkişafında çox böyük önəm daşıyır. Sağlamlığa bir təsir olduğunu düşünmürəm. Əgər çox yorulmadığımız təqdirdə, yox əgər fiziki gücümüz artıq düşüb, amma biz yatmırıqsa, yuxu saatımız çox azsa, yəni günorta yuxusunun sadəcə bizə mental olaraq bir təsiri var. Lakin müddət və saat düzgün tənzimlənməsə, bunun əks təsirləri də ola bilər. Nilufər Əlirzayeva, Sabir Şəhvələdov, Fəridə Əkbərova, Səhər çağı.